Salam aleyküm Murat, necəsən? Salam aleyküm. 3 həftədir yox idim, məzuniyyətdəydim Dubayda. Hara baxırsan, bomba kimidir. Murat, yaman soyuqlamışam. Bu koronadan sonra özümə gələ bilmirəm də. İstəyirəm xırdağına keçim. Nə içək? Nə təklif eləyirsən? Araq? Araq üçün qıza oxşuyuram mən. Ayıb deyil sənin üçün. Double viski, kolasız. O gün nənəmdən pul istədim. Çıxartdı 1 manat pul verdi. Dedim mən nənə, bu boyda seyfdən 1 manat pul verdin hə mənə. Ayıb deyil sənin üçün. Atamın anasısan. Azərbaycanda ən yaxşı əvəzlik brat sözüdür. Bütün atlar əvəz eləyə bilir. Murat, instituta girəndə pulluya pulsuza düşmək söhbəti var. O qızlarda həyatda 2 dəfə olur. Bir instituta girəndə, bir də ərə gedəndə. Siz heç sevginizi ailənizlə tanış eləməyə aparmısınız? Bu, sevdiyiniz insanları bir-birilə tanış eləmək üçün deyil. Bu, sevginizə göstərmək yoludur ki, bax gör mən niyə bu gündəyəm. Mənim adım İnardı. Mənə babamın adını qoyublar. Kişinin ruhu şad olsun. Çox bomba addır. Təzə psixoloq yanına getməyə başlamışam. Evdəkilər soruşur ki, niyə gedirsən? Yəni, çox açıq deyil, siz böyütmüsünüz də məni. Əzizlərim, əgər pulunuz varsa, psixoloqa getmək lazım deyil. Onun qəbuluna yazılmaq lazımdır. Mənim ən böyük qorxum taksidə sürücünün söhbət başlatmasıdır. Çünki bilirəm, 3 dəqiqə sonra ya söhbət siyasətə gedəcək, ya da mənim niyə subay olduğumu. O gün yolda yanımda bir taksi maşını saxladı. Şüşəni saldı aşağı. Qayıtdı ki, maşın sürmək qadın işi deyil. Siz borc bişirin. Başın xarabdır, indiyə borc qalar. Murat, mən evliyəm. Məsləhətim sizə odur ki, evlənməkdən qorxmayın. Necə deyirlər, nikah qaçılmazdısa, həzz alın. Mən qaradərili reper olsaydım, eks sevgilim məndən heç vaxt ayrılmazdı. Söhbət repdən getmir. Ay, münasibət qurmaq da çətindir. Kişilər çox vaxt qorxur məndən. İstəyirəm yapışım yaxasından deyim ki, qorxma. Siqaret tərgitmişəm. Mənim də hündürlükdən qorxum var. Ona görə ancaq balaca boy qızlarla görüşürəm. Çubuşlarla. Çubuşum. İndiki qızları da tanıya bilmirsən də. Bax bu gün Nuraydı, sabah Günaydı, birisi gündə AI. Sot ki, düz deyiblər. Kasıba 1000 manat ver, o onu xərcləyəcək. Varlıya 1000 manat ver, o onu 10.000 eləyəcək. Arvada 1000 manat ver, Temuda nə qədər cırcındır var, hamısını gətirib tökəcək evə. Bu yaxınlarda seansa bir masajistka yazılmışdı. Bəxtim gətirdi. Amma sizin yox. Çünki psixoloq qəbulu konfidensialdır. Bir də Pampersin, Smetsin qiymətini görsəz qorxmayın. Qorxan gözəl çöp düşər. Ala sonra onun həkim raskodu da var elə. Keçən dəfə çəkilişdəyəm. Rejissor mənə qayıt dedi ki, bəs kaskadyora pul çatmadı. Bir dənə bu səhnədə binadan aşağı tullana bilərsən. Dedim ay müəllim, mən 25 il ipotekaya ev götürən adamam. Binadan aşağı tullanmaqdan qorxacağam. O gün də biri məni YouTube-da görüb, deyirəm maska niyə geyinirsən? Sən kimdən qorxursan? Dedim borc yələrindən. Dedim də qardaşıma da bir dənə maska təşkil edə bilərsən. Ala yoldaşın da deyir ki, maşın hara yoxa çıxdı. Amma mən bezmişəm ona başa salmaqdan ki, şəhərdə maşın saxlamağa yer yoxdur. Ona görə də qış maşını verdim, saxladığıma. Mənim ən çox qorxduğum şey qohumlarla qarşılaşmaqdır. Çünki onlar salamdan sonra promo intervyuya keçirlər. Burada bütün arvadından qorxan kişilərə səslənmək istəyirəm. Qorxmayın. Çünki siz tək deyilsiniz. Qorxuram ki, Azrepdə də bir dənə yaxşı deyən qız reper çıxsın. Sonra ona nətər dis yazasan. O da kimsə bahislidir. Ümumiyyətlə Azərbaycanda bu psixoloqa getmə mədəniyyəti yoxdur. Baxıram yaponlara, düzdür, bəzi yerləri bulurdu, amma nəysə, fikrim qaçışdı. Məndə də kamera qorxusu var axı. Elə baxıram sənin də başın kameraya oxşuyur axı. Qərarsızlıq sindromundan əziyyət çəkən bir pasiyentim var idi. Bir ay seansa gələndən sonra qərara gəldi ki, bir də yanıma gəlməsin. Trepka. Abi yoldaşım da temadır. Deyir, oğlumuz olsun, adını qoyaq Cəsarət. Deyirəm, ay qız, oyla da öyrək, gərək qanında olsun. Amma sən çox cəsarətli adam oxşuyursan. Sən ki mənə viski süzdün, səndə ürək var. Murat, bir dənə də zarafatım var, amma qorxuram onu eləməyə. Gedim Evrat, gedim Kurasanlının yanına. Qorxuram ki, məndən başqa kimsə ona əl atar. Mən də elə şeyləri götürmürəm. Özündən bağayt ol. Bilirsən nədən qorxuram? Qorxuram bir gün gəlib səni burada tapmaram. Səni məndən ayıran inadından qorxuram. Başlamağa